Gəlin Qarabağın yay mövsümündəki ilk transferini tanıyaq. Sürəti ilə Usain Bolta bənzədilsə də Dani Boltun karyerası heç də sürətli başlamayıb. Dani Bolt Fluminense'nin gənclər komandasında və sonra əsas komandada çıxış etdikdən sonra bir türlü özünə yer tapa bilmir və bunun ardından Atletico Paranaense'də, Vitoria'da və Juventus'da da forma şansı alır. Amma buradan məmnun qalmayan oyunçu Portuqaliyanın Torrense komandasına transfer olur və əslində 47 oyunda şans bulur. Xüsusilə də son ili nəzərə aldıqda 34 oyunda başlayır ilk 11 olaraq və 1 qol, 3 assistlə yadda qalır. Qarabağda ayrılan oyunçuları Marko Veşoviçi, Yasin Benziyani, Patrik Andrade'nin getdiyini düşündükdə Qarabağın nəinki sağ cinah müdafiəçisi bir çox mövqedə futbolçuya ehtiyacı vardır. Dani Boltun son ilini də nəzərə aldıqda sağ cinah müdafiəçisi üçün yaxşı bir transfer olduğunu deməyə əsas verir, amma Qarabağın önündə ikinci mərhələ, təsdiqat mərhələsi, üçüncü və play-off mərhələləri durur. Qarabağın daha çox